Zelenski son həftələr, ümumiyyətlə 2026-cı il başlayandan bəri Ukraynanın Avropaya münaqişə uzaqlarındakı tərəflərə hava hücumundan müdafiə sistemi, dron, pilotsuz uçuş aparatı və s. yardım təklifləri var və Zelenski, hətta Volodymyr Zelenski Ukrayna prezidenti bildirir ki, bizdən kömək istəyənlər var. İsrailin baş naziri Benyamin Netanyahu'nun bununla bağlı Zelenski ilə telefon danışığı və yaxud da görüşəcəyi haqqında xəbərlər də yayılmışdı. Martın 14-də axşam saatlarında, gecə saatlarında. Eləmə tənbəllik Ukrayna tərəfi bildirib ki, Zelenski deyir ki, yəni İran dronlarından müdafiə olunmaq təcrübəsi, yəni Ukraynada var. Rusiya çünki Şahed dronlarından istifadə edib Ukrayna hücumlar eləyir də, Şahedin yenilənmiş variantlarından və s. və ilaxır. Yəni Amerika ilə kömək eləyə bilərik. Trump isə deyib ki, Zelenski bizim köməyinə ehtiyacımız olduğu ən axırıncı adamdır. Yəni ay Zelenski biraz özünə gəldi. Amerika özünün ən güclü qüdrətli ordu sahibi sayır. Sən onun nə köməyini deyə bilər ki? Trump yəni belə demək istəyir.